Soyuq günlərdə mövcud hava şəraiti nəzərə alınmaqla istilik təminatı daha bir neçə gün davam edəcək. Ermənistanda bəzi qüvvələr hər gün müharibə təbliğatı aparır və onu həyata keçirmək üçün konkret addımlar atmağa çağırırlar. Biz sülh gündəmindən dönməyəcəyik. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Putin diqqəti yayındırmaq üçün Trampın yumuşaq yanaşmalarından istifadə edir və onun sərt tədbirlər görməyəcəyindən arxayındır. Rusiya lideri bu yay müharibənin gedişatını öz xeyrinə çevirəcəyini gözləyir. Bu barədə CNN məlumat yayıb. Martın 9-da 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftənin sonuna kimi elan olunması nəzərdə tutulur. Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı Tehran və ABŞ arasında aparılan danışıqları pozmağa cəhd edə bilər. Bu barədə Tehran Times məlumat yayıb. Fələstinin Hamas hərəkatı İsrail tərəfindən Qəzza zolağında atəşkəslə bağlı irəli sürülən yeni təklifə yaxın 2 gün ərzində rəsmi cavab verəcək.